Təbii ki, Ramazan ayının bütöv bir ay üç qismdədir. Əvvəli rəhmət, ortası məğfirət, sonu isə cəhənnəm əzabından qurtulmaya bir vəsilədir. Bu yüzden de Ramazan ayının son 10 günü bizim için daha önemli, daha çok önem vereceğimiz günlerden birisi olmalıdır. O mənada ki, içerisinde 1000 aydan daha hayırlı olan bir gece olan Qədir gecesinin Ramazan ayının son 10 günün içerisinde olduğunu bizlere hadis-i şəriflər xəbər verir. Ve bu yüzden de bu 1000 aydan hayırlı olması, Kur'an-ı Kerim'de buyurması normalde bir insanın ömrü qədərində, yəni 83-4 ay müddət edir. Yəni bir gecenin içerisinde təbii ki, hər bir mümin olan bəndə bu savaba nail ola bilər. O mənada ki, bu gecələrin hər bir feyzindən, bərəkətindən faydalanmaq lazımdır. Yəni bu gecəyə xas hansısa bir ibadət forması yoxdur. Amma əsas odur ki, zikirlə, tövbə ilə, istiğfar ilə bu geceləri əhya etmək, Kur'an ayı olduğu için Kur'an-ı Kərimi bol-bol oxumaq, Allah'tan bağışlama diləyimiz və əlaqsısa bu günlərin İslam dünyasında, İslam torpaqlarının hər bir yerində demək ki, narahatsızlıqlar vardır. Bu İslam ümmətinin islahı üçün, salamatlığı üçün bol-bol dua eləməyimiz gərəkir ki, bu da o mənada ki, təbii ki, müsəlman bir qardaşın qaibində etdiyin dua əslində özün üçün etmiş olursan ki, sənin üzərində bir mələk, ya Rabbi bu qardaşın, mömin qardaşı üçün istədiyi şey eynisini bunun üçün də ver deyə dua eləyir. Təbii ki, bir mələyin duası daha üstün bir dualardandır. Bunun üçün də yəni, bu gecələrimizi, Ramazanın son 10 günlüyünü gəlin qafil olaraq keçirməyək. Yəni, bəlkə də növbəti Ramazana yetişə bilmədik, əlimizdə fürsət var ikən. Dünyadan köçmüşlərimizin bağışlanması üçün rəhmət diləyək və yaxud özümüzün o qədər günahlarımız, tövbələ ediləsi günahlarımız vardır ki, bəlkə də onu bu aid etdiyimiz bir hansı zikirlə, hansı bir dua ilə bağışlada bilərik. Əsas məsələ odur ki, inşallah ki, bu günlərdə gözəl dəyərləndirməyə çalışalım, qafil keçirtməyəyin. Allah'ın rəhmətinin bol indiği bu aylarda, məğfirətinin daha çox olduğu bu ayda İnşallah ki, çalışalım ki, bu aydan bağışlanmış olaq, çıxan qullardan olaq. Rəbbi Teala bizlər iman hidayəti üzrə yaşasın. Rəbbi Teala Ramazanın sonuna qədər hər bir günün feyzindən, bərəkətindən faydalanmağı nəsib eləsin. Rəbbi Teala hər bir ibadətimizi, dua və zikirlərimizi sizdən və bizlərdən əksizlik xüsusi olaraq qəbul eləsin inşallah.